nə tapsam yaxşıdır. Köhnə vintage kamera. Never move too far past the part where you say you're too far gone. Yeah, a minute's gone by, but feels like a lifetime. Herkese salam, mən Zərifə, kanalıma və videoma xoş gəlmisiniz. İlin ilk videosuyla qarşınızdayım. Düzü çox düşündüm ki, ilin ilk videosu nə olsun. Amma belə qərara gəldim ki, resetlənmə, yenilənmə ilə bağlı olsa daha yaxşı olar və bu gün sizinlə bərabər bu videoda çalışma masamı yeniləyəcəyik. Xatirə qutum artıq çox balacadır, onu yeni qutuya keçirdəcəyik. O qutudakı Secret Santa'da verilən qutudur. Secret Santa hədiyəmi də göstərəcəm bu arada. Dostlarım arasında eləmişdik. Əlavə şeylər də ola bilər. Yəni bilmirəm, sadəcə videonu başlatmaq istədim. Bu arada yeni işığımla video çəkirəm. Yəni görürsünüz buradan eynə ilə çəkim, yoxsa eynəksiz, amma eynə ilə, yəni Zərifə və eynəyi ayrılmaz ikilidir. Hər nəysə, gəlin başlayaq, amma ilk öncə sizə bu dağınıq halını göstərmək istəyirəm masanın. Uzun müddətdir ki, buranı yığışdırmıram. Nə var video çəkəcəm. Videoda seçə bilmirəm. Nəysə, artıq başlayaq. Saat bu arada artıq 6-dır. 8-in yarısında mənim kursum var. Data analitika kursum. Xəbərləri, yenilikləri ən çox Instagramda paylaşım. Onca məni Instagramdan izləməyi də unutmayın. Hər nəysə, gəlin vaxt itirmədən videomuza keçək. Bu da mənim çalışma masamın ümumi görüntüsü. Yəni bu qutu həmişə burada qalıb. Secret Santa qutusu. Burada yəni nə qədər sənədlər, dəftərlər var. Baxın, heç nə yığışdırmamışam. İşığımı bura qoymuşam çünki buradan video çəkirdim. Dostumun hədiyyəsi, mənim şəklimi çəkmişdi, portret. Məsələn, bunu mən master klası çəkmişdim. Bu burada nə gəzir? Mənim xatirə qutumun son görüntüsüdür uşaqlar. Görün də balacadır. Buralıq ümumiyyətlə yəni heç nə olmayıb buralıq. Amma yenə də yığışdıracağam. Bu da mənim mini kolleksiyam. Bu Harry Potter kolleksiyası məndə necə oldu bilmirəm. Kolleksiya deyil əslində. Amma bilməm necəsə yarandı. Bu da ki mənim Lucas'la Max'im də ay Allah, Stranger Things izləyənlər mənə biləcək. Onun sezon finalı idi. Daha doğrusu finalı idi. Sənəniz də burada asılıb. Mənim köhnə vision boardumdur. Yəni artıq 2026 vision boardu olmalıdır. Amma yəni 2026 vision boardunu bu il eləmədim. Sadəcə Pinterest board yaratdım. Çünki bilmirəm, bəlkə eləyərəm. Amma çox gecdir. Eləsəm paylaşaramı bilmirəm, hər nəysə. Amma yeni bir Stranger Things oyuncağı. Bunu mən çox əvvəldən almışdım. Artıq sezon çıxmamışdan qabaq. Bu da mənim motivasiya yazım. Burada bir ədəd zərfə var. Bakın. Bura mənim yaşam habitatımdır uşaqlar. Yəni mənim old izləyicilərim bilir ki, mənim otağım yoxdur və bu məndə travmadır. Ona görə mənim yaşayış sahəm bu evdə buradır. Və buranın təmiz olması məni yaxşı hiss elətdirir. Ona görə də niyə də buranı təmiz saxlamayaq? BL-in qutusu. Yəni biz Azərbaycanlılar olaraq, ümumiyyətlə insanlar olaraq, bilməm, ən çox Azərbaycanlılar deyə düşünürəm. İstifadə etdiyimiz elektronik əşyaların belə qutusunu saxlayırıq. Qulaqçıq istifadə edirəm, amma bunu mən niyə saxlayım bilmirəm. Bunu kullanmaq istəyirəm şəxsən. İçində içində nəsə var. Az öncə vision boardum yerə çakıldı da, yəni sözün əsl mənasında. Sizə buranı göstərəcəm. Buraya bütün videolarda bura, yəni ağzı açılmayan bir mağaradır da, yəni. Biz incə sənətə olan maraqlı demədən göstər. Bütün quajlarım, şəkillərim, hər şey buradadır da, yəni. Bir dənə videomda demişdim, burada itiyəsini tanımır deyəsən, burada demişdim. Şimdi bu şkafı isə açmasaq Allaha daha xoş gedər, amma sizin üçün açıram. Burada itiyəsini tanımır. Bilmirəm. Yəni bu, bilmirəm, şkafı səliqəyə salmalıyam mı, ya yox. Çünki bəzi yenə şəkillər var ki, bura qoymalıyam. Amma heç bir fikrim yoxdur ki, bunu eləməliyəm mi, ya yox. Yəni bu riski almalıyam, ya yox. Əslində buranı təmizləmişəm, yəni. Saç kraskama qədər buradadır da, yəni. Saçımı göy qoyanda kraskasını da burada qoymuşam. Neysə, sən bağlı qalsan yaxşıdır. Böyük səy nəticəsində buranı yığışdıra bildim və o birisi rəsmlərim falan da bir də bura arxaya qoydum. Bunun içinə falan qoydum. Yəni səninlə işim bitdi artıq, ay şkaf. Və çox yoruldum uşaqlar, yəni bu qalxacaq halım yoxdur, amma
Qalxmamışam. Davam edirik. Bu ən azından aşağıdakı böyük şkafı təmizlədik və buradan bəzi şeyləri də ora qoydum. Bəzi şeyləri ümumiyyətlə fərqli yerə qoydum. O hissəsini video çəkmədim. İndi nə edirik? Bu şkaflarla bu aşağı Fiyatı çox aşağı oldu. Nəysə uşaqlar, siz məni belə izləyin. Zaten mənə görmüsünüz. Bu aşağı şkaflarla heç bir işim yoxdur. Çünki yəni onlar zaten dağılmayıblar. Yəni dağılıq vəziyyətdə deyillər. Çünki mən onları yaxşı ki görmədiniz. Bu şkaf biraz dağılıqdır. Nəysə. Oy. Qalxışır ay zərfə. Hə, amma yenə əmir oldu. Nəysə, ağırçı rahatladım. Belki burada oturum belə. Hə. İndi əlimizdə nə qaldı? Burada mənim dostumun mənə oxumaq üçün verdiyi kitablar var. Librafdan. Ben Librafdan aldım evə. Bu 3 kitabdan cəmisi bir dənəsini oxumuşam. O da ki Wolf Thorne'un əslində 2 dənə Wolf Thorne kitabı verib, amma mən bunu oxumuşam və bəyəndim, yəni maraqlıydı. Və tövsiyə edirəm, gedin oxuyun uşaqlar. Wolf Thorne'un Fobiya kitabı. Amma bu 2 kitabı oxumamışam. Bu nəsə idi? Bunu düşündüm ki, bunu oxuyum bitirim, amma heç vaxtım olmadı, yəni ümumiyyətlə kitab oxumağa. Yarımçıqlarım belə qalıb. Bir dənə kitab oxuyuram, o da çox maraqlıdır, amma hal-hazırda uzaqdadır, yoxsa göstərərdim sizə. Çox maraqlıdır. Biraz toksikliyi var içərisində, amma oy. Biraz toksikliyi var içərisində, amma yəni çox qəşəng kitabdır. Bu da ki Wolf Thorne'un 21 deyəsən adı bu kitabıdır. Bunu mən oxumamışam. Ona görə heç bir fikrim yoxdur ki, necə bir kitabdır. Yəni tövsiyə görsəz oxuyaram. Amma bilmirəm, oxumaya da bilərəm. Çünki bu kitabları nəzdinə qaytarmağı düşünürəm. Çünki artıq neçə aydır məndədir. Mən də elə bir insanım ki, kimsə mənə nəsə verəndə onu qaytarmalıyım. Çünki mən özüm də sevmirəm ki, kiməsə nəsə verim və onu qaytarmasın. Bilmirəm, dostluqları belə şeylər təbii ki okeydir, amma yenə də hər şey bir həddi var deyə düşünürəm. Bəlkə də yəni, ona lazımdır kitablar, lazım olmasa belə, yəni yaxşı çıxmır da, başa düşdünüz, yəni mənə anlayanlar oldusa rəyə yazsın, xahiş edirəm. Ona görə bu kitabları ayrıca bir yerə qoyacağım, bu rəfə qoymayacağım, çünki yəni fikrim dağılacaq, yadımdan çıxacaq. Bunu bura qoyun bəlkə elə mənim həyatda bezmişdik. Bu arada gəlin sizə onu tövsiyə elədiyim ikinci kitabı da göstərim. Budur o. Nəysə, Hakimiyyətin 48 qanunu kitabı Azərbaycancadır, düzdür və deyəsən qısaldılıb, amma çox qəşəng kitabdır. Yəni, Hakimiyyətin 48 qanunu var içərisində. Qədəsini oxumuşam, qədəsi qalıb. O deyir, bir həftədə bu qədər oxursan, bir ilə bu qədər. Eynisi də, yəni. Onu da bitirməyə vaxt tapsam, inşallah. Dedim bu gün olar. Bu acendalarımdır mənim. Bu artıq bitdi. Oy. Bax, fərqli şey göstər. Bu artıq bitdi uşaqlar. Bu acendanı mənə dostum almışdı və hər dəfə bunu yazıb soruşdunuz ki, bunu hardan almışsın? Mənə dostum alıb artıq. Bu YouTube üçün ayırdığım bir dəftərdir. Məktubdur. Nəysə. Əslində bu da sosial mediaya bağlıdır məktub, amma düşünürəm ki, bunu deməsəm daha yaxşı olar. Yəni və universitet üçün sənədlərim. Bunu da əlimin altına qoyacağam. Və bu dəftərimlə bir yerdə. Çünki artıq 3-cü iri dəftərimdir ki, bitir. Bu bitəncisi buradadır. Və bitməyən hələ yeni başladığımsa budur. Xatirə qutusu. Xatirə qutusunu mən hara qoyum? Neysə, ondan əlavə, ondan birinci olaraq dostumun məni çəkdiyi portreti göstərmək istəyirəm sizə. Bənzəyir içməyirə yazın. Yəni, mənim dostum əziyyət çəkib, Aytazdır bu arada, qıvırcığım məni tanıyarsınız, yəni Instagram storylərdə. Məni çəkib və çox bəyəndim, çox əladır uşaqlar. Şəklin əslində bura qoyacağım. Bənzəyir içməyirə yazın. Şəklin əsli, şəklin özü, bir də real özüm. Üçümüz burada böyük bir ailəyik. Bunu mən yuxarı qoymağı düşünürəm. Çünki yəni bunu aşağı qoysam, həm əlimin altında olanda aşına bilər. Mən bir izləyicimdir, mənim üçün pano düzəltmişdi illər öncə, deyəsən 2023-də idi. O da yuxarıdadır və bunu da həmin o incə sənət şöşəmə qoyacağım. Yuxarı çıxmamı izləmək istəyirsiniz, yəni əminsiniz buna. Oy. Çoxdan deyəm, belə danışdığım video çəkmirəm özü də. İsmini görürsünüz. Oy. Oy da, üzüm düşmür ki buradan.
Neyse. Koydum bunu yukarı. En azından koydum geri görseniz. Şimdi buradan düşmək var. Abi oha. Oy. İndi sizə Secret Santa hediyemi göstərirəm. Hələ xatirə qutumu yığmamışdan qabaq. Secret Santa qutusu. Secret Santa da mənə rəhlə düşmüşdü dostum. Keçən il bu vision boardu düzəldəndə ona bir yerdə eləmişdik. Bu isə yenə rəhlə düşdü mənə. Mənim düşdüyüm insan isə Ceyla idi, qrup yoldaşım. Ceyla mənə Secret Santa hediyəsi aldı. Ceyla mənə çox minnoş hediyələr aldı. Uşaqlar, bunu mən çox random şəkildə tapdım. Qrupla yeni işəni keçirdəndə sonunda kollektiv şəkil çəkdirmək üçün hova düşmüşdük və orada yolkanın üstündə, yəni çox necə deyim, random şəkildə gördüm ki, belə də kamufle olub bu. Dedim ki, kimdir də uşaqlar, heç kəsin yəsi tapılmadı. Mən normalda yəsi olmayan şeyləri götürmürəm, çünki düşünürəm ki, kimsə gələr axtarar falan da, amma orada olan uşaqlar da, insanlar düzü getmişdi də, bilmirəm, yəni. Yəsi olsa yazar yəni, amma real yəsi uşaqlar, yanına rəydə yazmış mənimdir falan. Məkanı bilir, məkanı yazsa, saatın yazsa, onda bilərəm, düşünürəm şeylər. Neyse, mən bunu gördüm və uşaqlar dedim ki, mən bunu götürüm ya yox, dedilər ki, hə götür. Göz altı üçün patch, sakitləşdirici maska, bir də belə gözə yenə maska. Sonra belə bir dəst uşaqlar. İçərisində highlighter, fırçası və ya lip, səhv etməmsə, balımdır. Yəni, razrans üçün, dodaq üçün bayzam. Və mənim ən sevdiyim rəngdir də, yəni. Belə uşaqlar. Və bu qutunu hədiyələr üçün çox sağ ol Ceyla yeni dedi. Özünə də demişəm, özünü qucaqlamışam da. Amma biz indi bu qutunu tarixə çevirəcəyik. Yəni, bu mənim üçün xatirə qutusu olacaq. Uşaqlar, yığdım yeni qutuya artıq. Köhnə qutuda ki, burada. Siz təsəvvür edə bilməzsiniz ki, mən necə yoruldum. Hal-hazırda saat 8-ə qalır. Yox, 8-ə işləyib 22 dəqiqə. Yəni, mənim kursumun başlaması üçün sadəcə 6-7 dəqiqə var və heç yeməmişəm və çox enerjisizəm. Amma məncə dəydi, çünki buranın hər yeri düzəltdim belə. İnsə daha ətraflı çəkim. İşığa fikir verməyim. Bura yenə olduğu kimi qaldı. Bəzi şeylər istifadə etmədiyim bloknotları falan götürdüm. Bura yenə sırf xatirə qutum üçün ayrıldı. Düzü bu da yəni doldu, belə deyəydi. Amma digərindən daha yaxşıydı. Onun ağzı heç bağlanmırdı. Onun da ağzı deyəsən bağlanmır. Buradakı gülü falan, kolleksiyanı falan götürdüm. Yuxarıya heç əl dəymədim. Məncə okeydir, yəni. Bu Quran kitabı burada arxaya gedib. Düzəltdim. Bu gülləri ayrı-ayrı bura qoydum. Onu portreti yuxarı qoydum. Aşağıda isə bizim nəyimiz qaldı? Bunu təzədən düzəltmək, panomuzu yeniləmək qalıb. Kitablarımı, əsas planeri və dəftəri də bura qoydum. Bu işıqın şnurudur, heç nə. Bu qədər zibil çıxdı, yəni bir dolu paket. Uşaqlar, inanmayacaqsınız, amma evləri təmizləyəndə, daha doğrusu yerimi təmizləyəndə mənə tronik lazım idi işıq üçün. Və gedib qonaq otağını eşələyəndə nə tapsam yaxşıdır. Köhnə vintage kamera. Evimizdə Sony'nin kamerası var imiş və açsanda düzündə bunun zaryadkası falan yoxdur deyə baxın. Əslində bizim şəklimiz. Və içində nə qədər şəkil falan var da və köhnədir. Nə üçün bunu tapdım? Hətta video kamera belə var. Xoşbaxt olasan.